Sənin milyonçu oğlu demək olar da, ha, Fərid? Demək olar, mən gözümü açmışam, milyon görmüşəm, hər şey görmüşəm. Həyatda görmədiyim bir şeylər olmayıb. Kişi ilə bayaq az öncə söhbət elədik, dedi ki, günə mən 10 min dollar pul qazanırdı kişi. Bəli. Nə işlə məşğul olurdu, nə edirdi? Hər aydan mən bir dənə maşın dəyişirdim. Hər aydan bir dənə yağ içində təzə bir dənə maşın ayağımın altına qoyulurdu. Ay deyim, əzim, neyniyim, xeyr. Müğənnilər çağırırdınız, tanınmış müğənnilər. Çox müğənnilər, Mətanət İskəndərli, Aygün Kəzimova, Zülfiyə Xanbabayeva. Aya nə qədər pul xərcləyirdin təxmini? O vaxtlardan danışanda, 90-cı, 2000-ci illərdən danışanda aya 20 min, 25 min pul xərcləyirdim. Vay vay. Dollar mı yoxsa rubl? Elə dollardan danışıram. O vaxt dollardan. Kaş ki mən kasıb oğlan olaydım, kasıb oğlan olaydım, kasıb dostlarım olaydı. Mən kasıb yaşayardım. Bir tikə çörəyimi yeyərdim, şükür eləyərdim bugünmə ki, mən bugün yaşayacağım, valideynlərim yanımdadır, anam atam yanımdadır mən. Bu mənim üçün var dövlət nə demək deyə, var dövlətdən də artıq olan bir şeydir. Sponsorlar: Azad Həyat Reabilitasiya Mərkəzi, Azad Yaşayış Özəl Psixiatrik Tibb Mərkəzi. Hayda. Milyonçu oğludur da, ben necə olmalıdır? Öyrəşib də əvvəllərə. Hə? Çok kaplıydı şu anda. Yattılar Meştana'da, beğenmediler olan hamamın tuvaletini. Onun için çıktılar. O şeyden arkalojisinde. 2 defa koydu. Televizoruna kimi hər şeyini aparmışdınız. Ay, şimdi biz burada kalanlar. Saçımız adımı belə şey eləmişəm, pis görsəm, bir yerdə görsəm, efirdir də, kulturunu qəşəng görsəm. Mən bir ara eləmirdim, birdən-birə sonra risk elədim, eləyirəm. O pati yoxdur. Mən patidir, nə duzdur, nədir, vurur burnumu uçuqladırdı. Uçuqlama var, uçuqlama ya, biz elə yara boyunana deşik. 45 yaşım var, Bakı şəhərində böyümüşəm. Harasında Bakı şəhərinin? Bakı şəhərinin Targov'dur. Nizami 68-də böyümüşəm. Uşaqlığın orada keçib. Uşaqlığım orada keçib, orada doğulmuşam, orada böyümüşəm. Məktəb hansı məktəb? 7 nömrə məktəbdə oxumuşam mən. Sənin milyonçu oğlu demək olar da, ha, Fərid? Demək olar, mən gözümü açmışam, milyon görmüşəm, hər şey görmüşəm. Həyatda görmədiyim bir şeylər olmayıb. Yəni, fəxr eləmirəm onlarla. Həyatda indi kimisə bəxtinə bir cür taliyi olur, kimisə bir cür taliyi olur. Mən də gözümü açmışam, var dövlət görmüşəm. Qudurğan uşaq olmamışam da, deyim ki, qudurğan olmuşam. Anamla həmişə qorxmuşam, eləmişəm. Amma yaş bulağına çatdıqca, böyüdükcə artıq özünü tanımağa başlayandan sonra insan başlayır başqa cür həyat yaşamağa. Çox şeylərə başlayırsan maraq göstərməyə, çox şeylərə maraqlı olur sənə. Məsələn üçün, şəhərdə böyümüşük də, hamısı imkanlı uşaqlar olublar, imkanlı şəxsdən övladlar olublar. İstəmişəm, maşını alıblar, verə bilə, məktəbə maşınla gəlib gəlmişəm. Məktəbə maşınla gəlib gəldikcə... Orta məktəbə. Artıq başlayıb insanda başqa şeylər, maraqlar, kuruqun dəyişir, maşının olduqca və insanın həyatı başlayır yavaş-yavaş dəyişilməyə. 11 yaşından nəşə başlamışam çəkməyə. 10-11 yaşından. Maşınımın həmişə rulunda məndə tofaş rullar deyirlər. Tofaş rulunun ortası çıxırdı belə.
Tofaşurun içində həmişə məndə 2 korobka, 1 korobka nəyiş olurdu. Orada gizlilirdim. 16 yaşında başlamışam gerayin iynəməyə, tiryək atmağa. Üzr istəyirəm, yəni belə deyək də, onun kayfı biraz başqa cür olur da, tiryəkin. Ləzzət eləyirdi. Sonra mənim təklif elədilər ki, biz gəl gerayin iynəginə, gerayin iyn, bax ginə dadına. Bu Fəridcə, bu narkomansılığa keçməmişdən qabaq biraz bu bahalı həyat, Bəli, milyonçu övladından danışaq, sənin həyatından biraz danışaq. Mən üzr istəyirəm, ayağımı onlar... Qoy. Baxıcılardan üzr istəyirəm. İzləyicilərimiz və... Bax, Fərid, bir milyonçu oğlunu, sən atondan, kişi ilə bayaq az öncə söhbət elədik, dedi ki, günə mən 10.000 dollar pul qazanırdı kişi. Bəli. Nə işlə məşğul olurdu, nə edirdi? Mənim atam zərgərdir. Zərgər olub, indi də zərgər demək olar. Mən özüm də zərgəram. Brilyant qaş bərkizənəm. 15 yaşından yuvelirlə zavodda işləmişəm. Yəni uçnik olmuşam, öyrənmişəm. 16 yaşından artıq ustalığa keçmişəm, usta olmuşam. Başlamışam pul qazanmağa. Atam 17 yaşında yuvelirlə zavodda naçalnik oteki olub. Yəni bütün zavodun izdiyaları, zətləri hamısı onun icazəsindən olmadan heç bir şey satışa buraxılmırdı. Bizdə demək olar ki, Targovoda bülbül həyətidir. Polad Bülbül oğlunun orada yaşayıb. Böyük həyətdir. Stary dvor deyirlər. Bir də ki, deyirlər İtalyanski dvor. Bizim həyətimiz İtalyanski dvor idi. İtalyan sayəyə tikilmişdi deyənə. Onun İtalyanski dvor deyilirdi ona. Yəni, nə üzr istəyirəm. Bağışlayın izləyicilərdən, üzr istəyirəm. İtalyanski dvor deyirdilər bizdə. Qardaşım həmişə mənə, obrisi böyük həyətə gedəndə həmişə mənə daşlayırdı, qovluydu ki, gəlmə bura, gəlmə bura. Deyirdim, niyə heç gəlmir? Bizim həyət balacadır, futbol oynamaq olmur. Orada gəlin futbol oynayım uşaqlarla zadla. Deyirdi, yox, gəlmə bura. Nə qədər də mən də qorxurdum ondan, bərk qorxurdum. Nə qədər daşlasaydı da, gələn də bunlar harasa çıxıb gedəndə gedirdim, gələn də futbol oynayırdım, nə inirdim. Yavaş, indi o məni öz kurğuluna, öz dostlarına yaxın buraxmasa da, gizlin olurdu da, indi kimlənsə ünsiyyət bağlayırdın, kimlənsə dostluq edirdin. Amma elə olmayıb ki, mən onun dostları ilə, ya onun kurğunda olan uşaqlarla oturum durum, harasa gedim, nə edimsə, ya məni yoldan çıxartsınlar, xeyr. Mənim həyatımda tamamilə başqa cür olub. Yəni, bayaq dediyim kimi, 11 yaşından, 10 yaşından nə işə başlamışam çəkməyə. 16 yaşından başlamışam tiryək atmağa. Sonra iynəməyə başlamışam. Elə bir moment gəldi, zaman gəldi, çatdı ki, gördüm ki, yox, mən oturmuşam da konkretni. Tiryəksiz qala bilmirəm, gerayinsiz qala bilmirəm. Adam var idi, zəng elədim, onun da yeznisi o vaxtı Kubinka tərəfdə olurdu. O da bu işə baxan idi. Zəng vurdum, ona dedim ki, biz neysə, vəziyyət yaxşıdır da, neysə, sıxılıram, darıxıram eləyirəm. Pulum da yox idi amma. Dedi, təşkil eləyə bilərik, nə verə bilərsən bəs yerinə? Dedim, məsələn üçün, nə? Yəni, təzəyəm də, bilmirəm, zalog istəyirlər, nə istəyirlər. Mənim də o vaxtı bahalı bir dənə dublonkam var idi, uzun dublonkam var idi. Dedim, dublonkamı verə bilərəm, 1-2-3 günlük qalsın, sonra pulunu gətirib verərəm. Yəni, problem yoxdur. Bir də gördüm, yarım saatdan sonra maşınla gəldilər düz həyətə. Biz, hanı dublonka? Dedim ki, bu nə dublonkadır, bahalı dublonkadır, bunu verirsən zat. Dedim, vermirəm, bağışlamıram, dedim, verirəm 1-2-3 günlük.
1-2-3 günə pulunu gətirib verəcəm sənə. Mən də bunu bağışlamıram sənə. Mən də bunu bağışlasam sənə. Mən dedim, atam mənə asar dedim. Ki, dublonka hanı. Neysə, bu 2-3 günə pulu düzdüm, qoşdum, elədim. Dublonkanı geri qaytardım. Atam soruşdu, hanı dublonka? Onun qorxusundan dedim, vermişəm, bəs dostuma giyinir, toya zada lazım dedik. Elə bir qorxu gəldi mənə ki, oldu bu oldu, mən iynəməyi də, tiryək atmağı da atdım qırağa. Qorxudan, atamın qorxusundan. Bu dublonka söhbətindən sonra. Çəkildim qırağa. Üstündən illər keçdi. 2 il, 3 il, 4 il keçdi üstündən. Elə bir vəziyyət gəldi, çıxdı ki, Çumda işləyirdim onda. Bizim qızıl seximiz var idi, Çumda. Qızıl atletlərimiz var idi. O vaxtda da 8-da icra hakimiyyətinin yanında qızıl dükanımız var idi bizim. Rubin adlı qızıl dükanımız var idi. Bəzi insanlar, quruqlar var idi ki, təkliflər edirdilər mənə, amma mən yenə də uzaq qaçırdım onlardan. Deyirdim, yox qardaşım, mən nəşə çəkirəm. Nəşəviz var, çəkərəm, yoxdursa çəkmərəm, yəni eləmirəm. Yoxdur, bizdə nəşə yoxdur, bizdə ancaq geraindir, bəs belə də elədir. Bu da elə bir şeydir ki, insanın beynində bir xal kimi bir şey salır da. İndi neçə illər də keçsə də üstündən, yada da düşməsə də, amma beyində hansısa bir siqnal oyanır, sənə çatdırır ki, lazımdır, istəyirəm. İstəyirəm də, pajalosta, buyur. Elə oldu ki, zəng vurdum, dedim ki, biz təşkil eləyə bilərsiniz, eləyə bilərik, problem yoxdur. Elə Çumun yanında onda görüşdük, elədik. Dedi, məndə ev var, yer var, istəyirsən gedək bizə. Mən də onda iynə vurmurdum, eləmirdim, ancaq iynəyirdim. Bu insan mənə təklif elədi ki, istəyirsən biz sənin üçün pişirim, patkoju vur da, bax gör necə də ləzzəti. Dedim, o yox, sən nə danışırsan, mən dedim, iynəyirəm, mən bunu patkoju vurmaram. Sən dedi, bir dənə onu patkoju vur, bax gör də, bu ləzzət nədir. Neysə, çox oturdum, fikirləşdim, istəmirdim, eləmək istəmirdim. Amma yenə də istər-istəməz insanda bu, belə deyirlər də, maraq oyanır, istəyirsən, maraqlı olur da sənə. Neysə, götürdüm, vurdum patkoju. 2 saniyə, 3 dəqiqə, 2 dəqiqə, 1-2 dəqiqə gördüm, bunun kayfı tamamilə başqa bir şeydir. Ucu kayfını gördün. Bunun ucu kayfını gördüm. Gördüm, bu başqa bir şeydir. İynəmək başqa bir şeydir. Vurmağın kayfı başqa bir şeydir. Hətta patkoz deyək belə. Mən də elə bir doza eləmişdim ki, bağışlayın məni, gözlərimi aça bilmirdim heç. Saatlarla oturdum onun evində ki, özümə gəlim. Özümə gələndən sonra çıxdım onun evindən. Çıxdım evdən, aldığım şeyi də götürmədim. Dedim, istəmirəm, mənə lazım deyil. Dedi, niyə? Bəs sənə lazım olacaq, sən yenə də mənə zəng vuracaqsın. Dedim, bir də bana zəng vurub, minnət bundan, neysə, minnətlə zadla, neysə, istəməkdənsə, elə almışam, pulunu vermişəm, qoy götürüm də elə. Neysə, götürdüm bunu. Evdə sabahsı günü pişirməyi də bilmirəm, axı necə pişirirlər, eləyirlər. Privilejini bilirəm ki, atırlar şüşənin içinə puzirokda, biraz zajqalkanı istili verirsən, pişir də bu. Götürdüm, ikinci kərəm özümə vurdum, patkoju. Vurdum, gördüm, bu tamamilə başqa bir şeydir də. İynəməkdir, tiryək atmaqdır, vurmaqdır, başqa bir şeydir. Amma damarımı mən hələ heç vaxt vurmamışam. Vurmamışdım yəni onda. Sonra elə oldu ki, maraq məndə oyandı ki, biz götürüb damarımı da vurum da, biz görüm necə olur bu.
Vura da bilmirəm axı. Götürdüm saatlarla damar axtarıram. Damarım var amma düşə bilmirəm, vura bilmirəm. Bir dəfə elə oldu ki, sluçayni əlimin üstündə damara düşdüm. Gördüm o, düşdüm damara. Düşdüm damara. Mən üzr istəyirəm izləyicilərdən, vurdum. Vuranda gördüm ki, bu vahşi tamamilə başqa bir şeydir. Tamamilə başqa bir həyatdır, tamamilə başqa bir valnadır. İnsan öz-özünü onda deyir, bizə necə hiss edir? Yəni ki, həyat mənimdir də, dünya gözəldir, hər şey gözəldir. Mənim həyatda heç bir dərdim yox, heç bir problemim yox. Nə gözəl mən kayfdayam, nə gözəl kayfdır bu. Nə gözəl bir şeydir bu. Əgər buna kayf demək olarsa, tüfürün mən elə bir kayfı. Tüfürün mən elə bir kayfı. O kayf, o kayfdır. O bir bəladır ki, bir insanın düşür canına, illərlə ondan insan qutara bilmir. Bilmirsən özünü neyniyəsən, hara vurasan, kimə deyəsən dərdini. Heç kimə demək olmur, təzə-təzə sən demək olmur ki, deyə bilməsən ki, mən iynə vuraram. Deyərlər, iynə vurursan sən narkomansan. Heç kimə də deyə bilmirdim. O dərdi qubar eləyib, bax, basmışdım ürəyimə içimdə. Özümdə dərd çəkirdim ki, adam axtarırdım ki, bir dərdimi deyim ki, ay insan, mən iynə vururam, mən gerayin vururam mən. Bəlkə mənə bir köməkli eləyəsən. İllərlə başladım vurmağa. Elə oldu ki, sonra vurduqca da yavaş-yavaş düşürsən kuruğa da, kuruqlara düşürsən. Pul var, var-dövlət var, şan-şöhrət var, hər şeyin var, ev-eşiyin var. Heç neyin çatışmayan bir şeyin yox. Onu istəyirəm, buyur, bunu istəyirəm, buyur, bunu istəyirəm, buyur. Ya bu mənim xoşuma gəlmədi, bunu istəyirəm. Pajalsta, biz problem, buyur, gəl, bu da sənin. Yəni, hər şey var, hər şey var, hər şey var. Mal da var, xayf da var. Daha insana nə lazımdır bundan sonra, nə istəyirsən? Sənətin də var, zərgərsən, işləyirsən də, pul da qazanırsan. Dostdaşların da var. Amma fikirləşmirlər, demirlər ki, day ki, bu bədbaxt, bu narkoman olub, bu. Bu narkoman olub bu. Bunun artıq da həyatı, bunun canı artıq gedir da. Bu insan yavaş-yavaş mən belə başa düşürəm öz-özlüyümdə də, özümdə vıvıd eləyirəm, xırdalayıram ki, bu insan yavaş-yavaş itəcək də, yəni həyatdan itəcək. Göz qabağından itməyəcək. Amma cəmiyyətin fikirlərindən, cəmiyyətin o insanların sənin fikirləşdiyi kimi o Fərid var idi. O Fərid artıq itəcək, o Fərid olmayacaq da. Amma sən o vaxt elə bilirdin ki, həyat belə də davam eləyəcək, hə? Mən də elə bildim, həyat belə davam eləyəcək də. Mən elə bunun ağrısını bilmirəm, ha? Mən elə bilmirəm, bunun ağrısı, lomkası, bunun nə deməkdir, necədir bu? Elə bir vəziyyətə gəlib çatdırmıram da, yəni ki, elə bir lomkaya düşün. Pul var, yəni vaxtında da ki, malımı çatdırıram, malımı alıram, həyatımı yaşayıram da, işimə gedirəm, müştərilərim dolu, yeşiklərimi açıram, qızıllarla dolu yeşiklərim, bilmirəm hansının işini görüm, bilmirəm hansını yola salım, bilmirəm hansının işini, qaşlarını bərkisin verim. Hamısı da gözləyirlər, deyirlər Fərid, ya gözləyirik biz səni. Sən bu işi gözəl bacarırsan, sən bunu gözəl edirsən. Biz səni bir ayda gözləyərik, amma licbi sən elə bunu. Bahalı həyat necə olur? Hər aydan mən bir dənə maşın dəyişirdim. Hər aydan bir dənə yağ içində təzə bir dənə maşın ayağımın altına qoyulurdu. Ay deyim, əzim, neyniyim,
Xeyr. Bir aydan bir mənim bir dənə ayağımın altında qəttəzə bir dənə maşın var idi. Mən Dubayda 15 yaşında yuvelirli zavoda uçunik gedəndə atam mənim üçün Dubaydan cip almışdı. Ciplə gedib gəlirdim mən işə. Uçunik idim. Cavanlıqda hansı klublara, hansı restoranlara gedirdiniz? Harda otururdunuz? Mən bir dənə açığı belə bir dənə söz deyim də sizə Nail qardaşım. Mən gəzib dolanmağı xoşlamışam, sevmişəm. Restorandır, yeyib içməkdir. Amma klub deyilən olan bir şey sevməmişəm mən. Mən bəyənməmişəm klub. Mən xoşlayırdım gedim restoranlarda oturum, süfrə açım, yığım dostaşnalarımı başıma, qızları zadı yığım başıma. Oturaq yeyib içək səhərə kimi, bağda yeyib içək səhərə kimi, günlərlə yeyib içək səhərə kimi, mahnı, qoşaq, oynayaq. Səhər tezdəndən dənizə gedək, dənizdə futbol, voleybol oynayaq, tezdən gələk, abed eləyək. Heç bir dədər dostlardı, qızlardı, günlərlə yanımdan ayrılmırdılar. Getmək istəyəndə də deyirdilər ki, Fərid, 1-2 saatlıq gedirik ya. Bir dənə icazə ver bizə, 1-2 saatlıq bir dənə gedək. Hər an gəlirik sənin yanıma. Sizin vaxtda belə ən məşhur restoran hansı idi? Harda otururdunuz ən çox? Biz akvarium deyilən restoran var idi Şuvalanda, dəniz qırağında. Akvarium deyirlər ora. Hər dəfə akvariumda otururduq. Fidan restoranında çox xoşlanmışam. Razində Fidan restoranı var. Mən hər ad günümdə o Fidan restoranı bağlatdırırdım. Müğənnilər çağırırdınız, tanınmış bura. Çox müğənni, Mətanət İskəndərli, Aygün Kəzimova, Zülfiyə Xanbabayeva, Eyyub Yaqubov. Məclislərə gəlirdiniz. Bəli. Ağlıma gələrdi ki, nə vaxtsa pulum qutara, nə vaxtsa imkanınız. Heç vaxt onu fikirləşməmişəm, Nail qardaş. Heç vaxt fikirləşməmişəm ki, mənim pulum qutarar, mənim pulum olmaz ya, nə bilim, maşınım olmaz ya, nə bilim, mən belə geyim-keçim giyinə bilmərəm. Fəxr eləmirəm onlarla. Mən izləyicilərdən üzr istəyirəm. Antikvarlı italyanska ayaqqabılar giyinirdim. Neobычный italyanska ayaqqabılar giyinirdim. Baxanda deyirdilər ki, sən bunu tikdirmisən bu ayaqqabını. Deyirdim, yox, mən bunu zakaz elətdirirəm, deyirəm. Aya nə qədər pul xərcləyirdin təxminən? O vaxtlardan danışanda, 90-cı, 2000-ci illərdən danışanda aya 20 min, 25 min pul xərcləyirdim. Vay. Dollar mı yoxsa rubl? Elə dollardan danışıram. O vaxt dollarda idi. Bəlkə də ola bilər çox xərcləmişəm, ha. Elə maşınlarımı dəyişməkdən danışmıram. Geyim-keçimimə pul xərclədiklərindən danışmıram. Dostaşnalarıma xərclədiklərimdən danışmıram. Elə dostaşnalarım olub ki, onlar üçün geyim-keçim alırdım. Amma mən bir dənə bir söz deyim sizə. Mən xoşlanmışam həmişə. Necə var-dövlət olub da, çox varlı uşaqlar, varlı insanlar, varlı uşaqlarla oturub dururdular da. Amma mən xoşlanmışam ki, kasıb uşaqlarla oturum durum. Kasıb uşaqlarla dostluq eləyim. Mənə onlarla maraqlı olurdu. Maraqlı olurdu. Onların həyatı, onların gündəlik həyatı, səhər məsələn üçün nə yeyirdilər, günorta nə yeyirdilər, hara gedirdilər, nə edirdilər, nə işlə məşğuldular. Mənə onlarla doğrudan maraqlı olub. Varlı uşaqlar, varlı dostlarımdan, valideynlərindən mən məsləhətlər məsələn üçün an vaxt olmayıb da, mənə ki, məsləhət versünlər, məsləhət görüm onlardan. Ancaq elə olub ki, müğayət olun özünüzdən filan yerdə, neysə. Başqa şeylərdən eşitməmişəm ancaq. Düz deyirəm ya düz demirəm. Amma kasıb dostlarım, uşaqların, valideynlərindən mən onlarla örnək də götürmüşəm, məsləhət də götürmüşəm, məsləhət də veriblər, maraqlı oturub söhbətlər də eləyiblər mənimlə, vaxtlar da keçirdiblər, nərddə oynamışıq. Ona görə deyirəm yəni ki, kasıb uşaqlarla mənim maraqlı olurdu. Nə qədər də varım, dövlətim olsaydısa, mən elə can atırdım elə o uşaqların yanına. 45 yaşım var. 45 yaşım var, bəli. Bu
var, dövlət, imkan, bahalı dostlar, hamısı yoxdur. Bax, yenidən Mən üzr istəyirəm. Biraz bəzi şeylər, anlar yadıma düşür. Çox vaxt oturmuşam, özüm üçün ağlamışam. Özüm həyatım üçün. Hönkür uşaq kimi ağlamışam ki, mən kimi oğlan, mən kimi sənətkar, zərgar, qəlbi belə bir insan olan həyatı puç elədi həyatını. Özünün həyatını demək olar ki, sındırdı da. O elə bir sınırdı ki, onu nə bitişdirmək olur, nə də sağaltmaq olur, nə də onu bitişdirib, yəni sağaltmaq mümkün deyil. Mən üzr istəyirəm izləyicilərdən. Nəyə görə? Göz yaşlarıma görə mənə bağışlasınlar. Yox, nəyə görə sən bunları itirdin, bunları dağıtdın? Narkotikaya görə hər şey. Dəyər miydi ki, bir anlıq İnandırım həzzə, sənə. kayfa görə bir bax, İnandırım sənə, Nail qardaş, heç birinə dəyməzdi. Heç birinə dəyməzdi. Kaş ki mən kasıb oğlan olaydım, kasıb dostlarım olaydı, mən kasıb yaşayardım. Bir tikə çörəyimi yeyərdim, şükür eləyərdim bu günümə ki, mən bugün yaşayacağım, valideynlərim yanımdadır, anam atam yanımdadır mən. Bu mənim üçün var dövlət nə deməkdir? Var dövlətdən də artıq olan bir şeydir. Var dövlət də gəldi gedərdi, o dostlar da gəlib gedərdi, pul da gəlib gedərdi, maşın da gəlib gedərdi, onlar hamısı gəlib gedərdi. İnsanın ən can sağlığı qalmır, o da gedir. Onu da bərpa eləmək olmur. O can sağlığını bərpa eləmək olmur. O qəlbi, beyni, bəlkə hansısa bir yer vurub bərpa edib sağalda bilərsən, amma qəlbi, beyni sağaltmaq mümkün olan bir şey deyil. Olmur, çətin bir şeydir. Bəlkə ana, ata yanında ola, bəlkə özünü aldadarsan, deyərsən ki, mən biraz yaşayıram, bu ağrılarla yaşaya bilirəm. Amma bir an olur ki, yadıma düşür, görürsən ki, sən yaşamırsan da, sən yaşaya bilmirsən. Sən yaşayışın yaşayışdır artıq. Sən itirmirsən, sən getmirsən, sən bıraxmırsan yaşayışın, sən yaşayışın tamamilə olaraq sönüb, qəbir qazanılıb, bastırılıb sən həyatın ora. Sadəcə olaraq mumiyəsən də, mumiyə bir insan kimi yaşayırsan hələ ki. Davam edirsən, bəlkə də anaya, ataya xətir ki, ana, ataya xətir qəlbini incitməyim, yara verməyim, yaralamayım onlar ki, ağrı çəkməsinlər ki, övladım itdi, getdi, yox oldu övladım. Çox vaxtı, vallahi, billahi deyirəm, bax, səmimi sözümdür. Çox vaxtı anamı, atamı fikirləşmişəm həmişə ki, mən elə bir günümü keçirdim ki, mənim anam, atam bu günləri mənə görə əziyyət çəkməsin. Eşitməsinlər ki, Fəridin başına bir iş gəlib, ya Fəridə neysə oldu. Mən çoxdandır, mənim qəlbim doldu. Bu göz yaşlarımı saxlaya bilmirəm mən. Klinikamızda müasir dərmanlardan istifadə olunur. Həmçinin psixi xəstəliklərin müalicəsinə yönəlmiş müxtəlif növ psixoterapiya da var. O cümlədən psixoaktiv maddələrin qəbul nəticəsində yaranmış psixi pozğunluqların diaqnostikası və müalicəsi göstərilir. Xəstələrimizə kömək etmək üçün psixiatriyada olan ən son yeniliklərdən istifadə edirik.
Onu da qeyd edim ki, əməkdar həkim 45 ildən çox stajı olan elmlər doktoru Ağa Həsən Rəsulov doktorun rəhbərliyi altında psixiatrik klinikada ev şəraitinə yaxın olan ən uyğun şərait yaradılmışdı. Bizim mərkəzdə narkomaniya, alkoqolizm, qumar asılılığı və digər asılılıqdan müalicə almaq olar. 30 ildir istifadəm olub, 3 il, 3 aydır ayıqam. Mən də 35 ildir əziyyət çəkirdim. Bütün ömrümü, günümü, həyatımı kül elədi. Şükürlər olsun Allahın böyüklüyünə ki, bir-iki gündə 2 ildir reabilitasiyadayam, sağalıram. Mənim də 17 il ağır narkotik istifadəm olub. 3 ildir ki, ayıq həyat yaşayıram. Özüm də Azad Həyat Reabilitasiya Mərkəzində müalicə olmuşam. 23 yıl uyuşturucuda istifadem olup hani Azad Hayat'ta gördüm ki gerçekten de sağalma var. Bu gördüyünüz nəticəmi 100-dən 1%-dir. Əgər sizin də ətrafınızda, qohumunuzda, yaxınınızda asılılıqdan əziyyət çəkən varsa, buyurun bizə müraciət edə bilərsiniz.